Onudur müəllimə. Sizdə onudur, hə, tamam. Onudur bəli. Orada qaldı bunlar. Ne keçmişdik? Ne keçmişdik? Sinifin effektiv idarə Hə. edilməsi. Tamam. Salam, axşamınız xeyir. Salam, salam, axşamınız xeyir. Necəsiz? Yaxşıyıq, siz necəsiz? Deməli belə, sinifin effektiv idarə edilməsi. Səbinə xanım, Bəli müəllimə. şagirdə nə kimi gözləntilər qoya bilərik? Məsuliyyətli olun. Aha. Təhlükəsizliyə riayət edin. Hamıya hörmət edin. Ay sağ ol. Hamıya hörmət edin deyəndə nəyi nəzərdə tutur? Yəni danışarkən kimisə sözünü kəsmə, lazım olanda əlvi qaldır. Hörmət elə, məsələn, kiməsə mane olma. Bəli, düzdür. İşinə, sonra nəzakətli danış. Ay sağ ol, tamam. Yaxşı. Gözləntiyə əməl etməyəndə nə baş verir? Gözləntiyə əməl etməyəndə prosedur olur. Yox, yəqin ki, qayda tərtib edilir. Aha, qayda, tamam, gözləntiyə əməl eləmədi, qayda qoyduq. Qaydanı niyə qoyuruq? Nə baş verir ki? Gözləntiyə əməl eləmirikdən olur. Hə? Nə edirik? Qaydanı qoyuruq ki, gözləntiyə əməl etmədikdə qayda qoyulur da. Qoyuruq. Tamam, qaydaya əməl etməsə nə olacaq? Cəzalı. Ay, sağ ol, cəza olacaq. Aysun xanım, Bəli müəllim. nə kimi prosedurlar var? Prosedurlara gəldikdə səhv etmirəmsə öyrət, məşq et, bir də möhkəmləndir idi. 3 addımla həyata keçirirdik. Aha. Deməli müəllim bunu israrla etməlidir. Dərs başlayacağımız ilk, yəni dərs günlərində onu şagirdlərə mənimsətməlidir ki, qayda qanunlara əməl etsinlər. Və demək olar ki, prosedurlar falan müəllim səhv etmirəmsə qısa olmalıdır və sadə olmalıdır. Bəli, və ən əsası nəqlidir, bir də ki, səhv etmirəmsə əmr cümlələrindən. Ola bilər. Bəli. Nə oldu? Nəfəs kəsildi mən. Hə. Tamam. Bəli. Ayşən xanım. Siz həmişə cavab verirsiniz, yoxsa yox, nəsə? Bir cavab vermirsiniz deyəsən. Qüdrət müəllim. Bəli. Nə kimi prosedurlar qoyuruq? Hə, tamam, yadıma düşdü. Nə kimi? Nə qoyuruq? Əlavə materiallar lazım olana qoyulan prosedurlar var. Qrup işi zamanı olan prosedurlar var. Müəllimə sual veriləndə qoyulan prosedurlar var. Ondan sonra Daha sonra sinifə girərkən, sinifdən çıxarkən qoyulan prosedurlar və s. Yaxşı, belə bir sual verim sizə. Şagirdə ötürülən mesajdır. Bu nədir? Gözlənti. Ardıcıllıq və addım-addım olursa? Prosedur. Sonunda müsbət və mənfi nəticə varsa? Qayda. Ay, sağ ol, əla. Nihat müəllim. Bəli müəllim.
Sinifdə şagird davranış pozuntusu edir. Bu zaman iki cür müəllim tipi var. O haqda danışın. Demək, davranış pozuntusu edirsə, biri prosedura əməl edən müəllim var, Aha. bir də eləməyənlər var. Eləməyənlər anında nəsə deyəcək, danışacaq falan. Eləyənlər isə ya nədir, dərs pozmadan uşağa fikir bildirirlər, belə deyək. Aha, dərsi Bu pozma. qaydada olur, deyəsən o. O adın lövhəyə yazmaq falan. Davranış pozuntusu edəndə həmin dəqiqə reaksiya verən müəllimə nə deyirdik? Qaydaları pozurdu da, olmaz da, yəni elə uyğun gəlməyən müəllim idi də o. Nə Yəni olduğunu tam həmin dəqiqə nə edirdi yeganə xanım? ani cavab verirdi. Müəllimə iki cür müəllim var. Bir reaktiv, bir də proaktiv. Bir hər an üçün hazır olan hazırlıqlı müəllim. Bəli. Hər hadisəyə hazırlıqlı müəllim. Bir də var ki, anidən məsələn olan bir şeyə spontan reaksiyalar verir. Bəli. Buna Anidən deyirik reaksiyalar reaktiv. verir ki, gözləmədiyi uşaqlardan hərəkətlər olur. Onda məsələn qışqırır, cəza verir, məsələn ayaq üstə saxlayır reaktiv sürətdə. Ancaq o biri müəllim gözləntiləri, qaydaları dərs ilinin əvvəlindən uşaqlara vaxtında 21 gündə bütün qaydaları, prosedurları elətdirir. Uşaqlar da hazır olur və qaydalara da əməl eləyirlər. Dərsdə effektiv sürətdə keçir. Hansı müəllim indi səriştəli oldu, peşəkar oldu? Proaktiv müəllim. Ay, sağ ol, proaktiv müəllim, düzdür. Tamam. Nihat müəllim. Orada belə bir şey keçmişdik. Deməli, sinifdəki konfliktlər necə aradan qaldırırdıq? Bir oyunlar vasitəsilə idi. Yollar çox idi, yəni. Deməli, necə saniyə deyəcəm. Aha. Yox, deməyəcəm. Belə testlər yazıram, prosta danışa bilmirəm onları. İxtisas nədir sizdə? 100% texnik. Dedim də 100% texnik fən olacaq. Zeynəb xanım. Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Zeynəb xanım, məndə Zeynəb xanım çoxdur digər qruplarda. O siz idiniz də belə mənə şoka salırdınız, deyirdiniz 0 baza qoşulmuşam, amma belə hər şey super yazırdınız. O siz idiniz? Xeyr, müəllimə. Deyirdiniz. Elə bildim, siz deyəcəkdim, son vaxtda bir pasiv görürəm sizi. Yox, mən deyildim. Onda başqa qrupdadır. Mən də 0-dan qoşulmuşam, amma deməmişəm, elə bir şey deməmişəm. Hə, tamam. Deməli, sinif konfliktləri necə həll edirik? Müəllim, sinif iclası keçirilir. Sonra yazılı şəkildə də uşaqların fikirləri alınır. Nə bilim, sonra xüsusi müəllim strategiyaları var idi orada. Bəli. Aha, sinif iclasları keçirəndə necə keçiririk? Məqsəd nədir? Uşaqları danlamaqmı, mühakimə etməkmi? Yox, qarşılıqlı hörmət, dürüstlükdür. Bir də fəal dinləmə var idi. Tamam. Digər uşaqların rolu nədir orada? Müəllim, onlara imkan verilir ki, onlar öz təkliflərini irəli sürsünlər. Ay, sağ ol, təkliflərini irəli sürsünlər. Sonra o iki uşaq gedir başqa otağa, aralarında danışır, qərar verirlər, geri dönürlər, bizə məruzə verirlər. Bəli, tamam, yaxşı. Müəllim, həm də bir şey deyəcəm. İndi bu konfliktdə əgər məsələn də müəllim yəqin ki, tam olaraq iclas keçirmir də, mən bildiyim qədərilə uşaqlardan falan məlumat alır. Bir də ki, hər iki konfliktdə olan uşaqları danışdırır. Hər iki tərəfdən hekayəni dinləyir də. Bəli, mütləq şəkildə hər iki tərəf sona kimi dinlənməlidir. Çünki belə baxanda elə hərə öz üçün onsuz da haqlıdır. Hərə özünü haqlı çıxaracaq. Belə, tamam. Kim qaldı? Yeganə xanım. Aytəkin xanım çıxdı. Çıxıb. Niyə çıxdı? Yeganə xanım, nə deyəcək? Buzqıran strategiyası nədir? Buzqıran strategiyası əsasən dərs ilinin əvvəlində aparılır. Müəllim, şagird arasında əsasən onların bir-birini
yaxşı tanınması üçün aparılır. Bu strategiya aparılır. Uşaqlar bir-birini yaxşı tanıyır. Onlar arasında bir-birinə qarşı yaxşı münasibətlər yaranır. Konflikt onlar arasında çox da olmur. Onun da bir çox formaları var. Bir-birinin adlarını yazırlar. Hərə öz haqqında məsələn danışır. Bir-birinə yaxın olan şagirdlər o da öz haqqında danışır. Nələrsə uyğun gələn şagirdlər birləşir, nə bilim. Sonra tor strategiyasından istifadə eləmək olur sinifdə. Şagirdlər barmaqlarına tor doluyurlar, barmaqlarına atırlar. Özü haqqında danışır. Kimsə onda olan xüsusiyyətlər başqa birində olanda, mən də deyəndə ona atırlar. O da bu minvalına davam eləyir. Uşaqlar arasında münasibət yaxşılaşır. Bir-birinə qarşı empatiya yaranır. Bəli, düzdür. Buzqıraq strategiyasını əsasən nə zaman keçiririk? Dərs ilinin əsasən əvvəlində. Ay, sağ ol, düzdür. Ortasında keçirə bilirikmi? Keçirmək olar da müəllim. Elə olar ki, sinifə yeni bir uşaq gələr başqa yerdən. O zaman da tanışlıq üçün olar. Və yaxud başqa bir müəllim, yeni müəllim gələ bilər. Onda da keçirmək olar. Bəli. Nihat müəllim, siz heç vaxt, çünki siz texniki fənsiz. Texniki fən belə danışa bilmir. O humanitarlardır ki, belə Yeganə xanım nədir ixtisas? Məni pərt eləməyin. Mən ibtidai sinif müəlliməsi. Hə, ibtidai sinifdir. Çünki Azərbaycan dili falan filan var. Hə, belə. Keçək suallara. Buyurun. 23-24. Reski. Ora kimi? Yoxdur 23-ə qədər. Asan mövzu deyim, hələ heç kimdə səhv yoxdur deyəsən. Mən də baxandan sonra özüm başa düşdüm. Aha, əla. Başqa? Müəllimə, 11-ə zəhmət olundu. Aha, gəldiniz. 11. Gəldim, zorla da olsa gəldim. 11'ə baxaq. Bu vacib mövzudur ya. Düşür bundan suallar. 11'ə baxaq. Oxuyun. Müəllimə zəhmət olmasa, aha, hə. Müəllimə, mən burada A yazmışam. Deyə aşağıdakı hallardan sinif prosedurları tərtib edilmiş. Bir gün piyuz qoymuşam mən bunu. Doğru cavab Y çıxıbdır. Aha, ay müəllimə düzəltmişəm, bağışlayın, düzəltmişəm. Yaxşı, başa düşmüşəm özümüz səhvim. Tamam, getdik. Tələsik baxdım suallara. Dedim, birdən qaldım mən. 11'dən sonra. 21'e baxa bilmərik. 21. Dərsdə fəaliyyət zamanı şagirdlər nə etməli olduqlarını soruşur. Soruşur, səs-küyü artır. Müəllim hər dəfə spontan şəkildə təlimat verir. Müəllimin fəaliyyəti ilə bağlı hansı fikrə gəlmək olar? Mən burada A yazmışam. Müəllim situasiyaya uyğun çevik qərar verir və dərs prosesini dinamik şəkildə idarə edir. Axı deyir ki, yəni risk, anidən. Bu reaktiv müəllimin hərəkəti. Aha, bəli. Deməli, planlaşdırmadığı üçün dərs vaxtının səmərəsini təmin edə bilmir. Bildim. Bəli. Getdik, 22 bayaq deyəsən deyildi. Yoxsa 23? Nihat müəllim. 23 mənim, 23. 23. Aha. Deməli deyir, uyğunluğu müəyyən edin. Məktəb daxilində hər hansı bir hadisə baş verdikdə dərhal valideynlə əlaqə saxlanılmalıdır. Mən biri doğru götürmüşəm. Niyə? Bəs orada demişdi dərhal məktəb rəhbərliyi və yaxud da digər da məsuliyyətli şəxslərə müraciət edin. Müəllimə, psixoloqa və s. Sonra 2-də. Deməli bir düz gəlmədi. Bəli, bir yanlışdır. Qayda sayının çox olması sinifin maksimum dərəcədə səmərəli idarə edilməsi nə səbəb olacaq ki, bu da dərsdə nizam-intizam pozğunluğunun qarşısını almağa yardım edir.
Qaydalar 3-5 sayda olur axı. Ona görə Aysel ikinci çox. götürmədim. Bəli. Bu da düzdür. Sonra deyir, təlimin düzgün şəkildə aparılması üçün qayda və prosedurlar önəmli deyil. Bu səhvdir. Deməli 3-ü götürdük. Mhm. Sonra sinifdə səmərəli öyrənmə mühitinin qurulması sinif qaydalarının olmasından asılıdır. Səmərəli öyrənmə mühiti qaydaların olmasından asılıdır. Yəni, ondan da asılıdır mənasında mən oxudum. Onu da düz Hə. kimi fikirləşdim. Əsasən prosedurdan asılıdır. Çünki səmərəli öyrənmə mühiti odur ki, fəaliyyətlər arası keçid, dərsin nizam-intizam, yəni prosedurlar var da. Məsələn, mən xaos yaratma, ay uşaq sakit dur demirəm, əlimi qaldıran kimi hamı bilir ki, işini gücünü qoyub mənə dinləməlidir. Qəşəng səmərəli öyrənmə mühiti var. Yəni prosedur olsa daha doğru olardı. Deməli 3-4 imiş. Mən cavab tapa bilməmişdim bura. Heç nə yazmamışdım yəni. Aha. Bir də 24 dediniz. Bəli. 24. Deyir ki, müəllim müzakirənin aparılması ilə bağlı proseduru şagirdlərin diqqətinə çatdırır. Əvvəlcə şagirdlər prosedura həvəslə riayət edirlər, lakin qısa müddət sonra prosedura əməl etmək onlar üçün maraqsız olur. Nəticədə xaotik müzakirə müşahidə edilir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Heç nə yazmamışdım mən. Cavab da C çıxıb. Hə, deyir ki, müzakirə aparılması bağlı prosedur şagirdlərin diqqətinə çatdırır. Əvvəlcə şagirdlər prosedura həvəslə riayət edirlər. Lakin qısa müddət sonra prosedura əməl etmək maraqsız olur və xaotik müzakirə müşahidə edilir. Bu zaman nə ola bilər? Deməli, öyrətmişəm, amma möhkəmlətdirməmişəm və israrlı olmamışam. Ona görə təzədən uşaqlar qayıdıblar, xaos yaranıb. Yəni də möhkəmlətməmişəm, vərdiş halına çevirməmişəm bunu. Bu doğrudur. Başa düşdüm, çox sağ olun. 24-dən sonra? Yoxdur müəllim. Bitdi hamıda. Ay, nə yaxşı işləmişsiniz. Əla. Bu vacib mövzu idi. Qəşəng. Tamam. Başqa nə vermişəm? MHŞ-ni vermişəm. Bəli, MHŞ-dən 4, EDU-dan 10. MHŞ, bir saniyə. Aha. MHŞ-dən sınaq 4. 24. 283. Deyil. Sınaq 4 dediniz də, düzdürmü? Hə, düz atmışam. Deyin səhvlərinizi. Məndə 59-dadır. Sonda. Hətta. 59-a qədər. Müəllimə, mən də 51-i yazmadım heç. Elə belə qaldı. 51 bizə aid deyil, deyə mən də yazmadım. 51 nə idi ki? Niyə aid deyil sizə? Biz keçmişik. Nə? Həyati bacarıqlar, tənqidi təfəkkür, yaradıcı təfəkkür, 4K. Səriştələr, kompetensiyalar, unutmuşuq. Operasiya, onlar zah keçmiş. Bəli, onlar, bəli. Hə, tənqidi düşünür burada. Yox, hələ dir keçməmiş, ürəyim dayanmışdı burada. Nəysə, 51-ə qədər varmı? Yoxdur deyəsən. Getdik 51-ə. 51. Aha. Kim oxuyur? Günel gələcəkdə informasiya texnologiyaları istiqamətli ixtisaslara tələbatın çox olacağını düşünərək o istiqamətdə ali təhsil almaq istər. Günelin bu düşüncəsi hansı həyati bacarıqdan irəli gəlir? Deməli, Günel neynir? Bax, düşünür, gələcəyə düşünür. Bir işi görməmişdən əvvəl mümkün nəticələri görə bilir. Yəni, adam kritik düşünür, tənqidi təfəkkür.
Məsələn, Mən kreativ yoxdur, fikirləşdim ki, yaradıcı mənim təfəkkür. kreativ düşüncədir. Yazmadım. Yox, Ancaq yaradıcı bir elə şey fikirləşdim. yoxdur. Sonra ünsiyyət bacarığı yox, əməkdaşlıq yox. Yox. Adam özü üçün düşünür. Kritik, tənqidi təfəkkür, qiymətləndirir də, yəni. Məsələn, indiki uşaqlar baxır da, deyir ki, 5 ildən sonra, 6, 10, 15 ildən sonra hansı sahə daha gəlirli sahə olacaq, gedim oranı oxuyum. Yəni, bax, o cür. Qılmazı hesablayıb da beynində. Gələcək üçün ən vacibi fikirləşir. Bəli, bəli, Kritik bəli. vəziyyətdə belə bu fən onun üçün daha Ay, iyi. bəli, bəli, düzdür. Deməli, 51-də nə oldu? A. Hə. Getdik sonra. Mən də 51-də. 9-dur. Yoxsa oxuyum. Nə gözəl, belə hamı səhvsiz yazıb. 59-cu sualda səhvdir. Sual səhvdir. Səhvsiz yazmaq biraz yalan olar. Yazıram. Sonra oturam qabağımda bir fikirləşirəm, nə də səhv eləmişəm, özüm tapıram cavablarını belə. Əla. Mən bir də 57-də səhv eləmişəm. Baxa. Baxdım ki, bir də 57-də səhvdir. Aha. Oxuyun. Sinifdə dərslərini oxumayan şagird var və o digər yoldaşlarının oxumasına qısqanclıqla yanaşır. Bu situasiyada müəllimin hansı davranışı daha uğurlu olar? Mən götürdüm ki, həmin şagirdin valideyni ilə bunu müzakirə etmək. Yox, valideyni deyir ki, dərslərini oxumur və digər yoldaşlarını qısqanır hələ. Bunda mən nə edə bilərəm? Aralarında şey yaradım da gərək. Valideynlə danışanda nə olacaq ki, güya o yenə də qısqanacaq. Amma həmin şagirdi qruplarla, bütün siniflə yarış dərslərə cəlb etmək, bunları qaynayıb qarışdırıram ki, bu da həvəslənsin. Bu niyə qısqanar? Çünki bu kənarda qalıb. Kənarda qalıb ona görə. Aysa, bunu qatıram onlara ki, qaynayıb qarışsın, paxıllıqlarını da çəkməsin, həvəslənsin, bu da oxusun. Sonra baxandan sonra biraz başa düşdüm, ancaq sifdə belə götürmüşdüm də. Başa düşdüm ki, yəqin elə olar. Tamam. Aytəkin xanım, bu sabahki neçə müəllim gedir bizim bu qruplarda? Sabah Zeynəb müəllimədir, Nurlana müəllimə, Bəyim müəllimə, Fəxriyə müəllimə, riyaziyyatçılar hamısı 4-ü də. 4 nəfər. Ay Allah, nə edəcəklər görəsən? İxtisasları necədir onların? Riyaziyyatdılar. Yox, bilirəm. Yəni sizcə necə yazarlar? Yox, yaxşı müəllimlərdirlər. Yəni hazırlıq müəllimləridirlər. İnşallah 55, 59, 60 gözləyirəm. Çox həyəcanla gözləyirəm. Mənim şagirdim bu gün getmişdi imtahana 55. 55. Şagirdiniz nə? Tam ixtisas 50, tam ixtisas yazmışdı. 5 dənə də kurikulumu oxumamışdım. Sertifikasiya. Deyir müəllimə, kurikulumu oxumamışdım. Elə də belə nəysə. Məntiqlə belə baxdım, 5 dənəsi düz olmuşdu. Tamam. Səhv düzü aparmır da biləsiniz. Siz çox yazarsınız. Deyirəm mən nə bilim qorxuram Allaha təvəkkül. Mən də elə gözləyirəm. Ay Allah, bir 60-ı mənə bəxş edin. Mən deyim ki, ölkə birincisi falan deyim. Mən də bu hissi yaşamaq istəyirəm. İnşallah. Deməli belə, nə deyəcəkdim? Baxın, səhv düzü aparmır Aytəkin xanım. O biri deyərsiniz onlara. Yox, aparmır. Yazsınlar da, hamısını yazsınlar. Səhv düzü aparmır. Kurikulumdan onu da yazsınlar. Yox, onsuz da yazacaqlar, yazacaqlar. Amma şeydir da, nə bilim, biraz həyəcan, biraz Bu gün mən onların yerinə, bizim məktəbdən imtahan verilənən yerinə o qədər həyəcan keçmişəm ki, özüm elə halsız qalmışam ki. İnansız, sabah bazar günü də harasa getmək istəyirdim. Dedim, bir özüm üçün vaxt keçirdim, gedə bilmirəm. Deyirəm, yox, mən ürəyim qalacaq, heç o evdən çıxmamaq daha yaxşıdır. Ki, o evdə gözləyəcək ki, görüm nə məsələdir. Birinci seanslar onsuz da tez qutaracaqlar, saat 1-də çıxacaqlar. Birinci seansda. İnşallah. Gözləyəcəm də xəbərlərini, yaxşı xəbərlər verərlər. Hamı üçün yaxşı olar, xeyirlisi. İnşallah. Əziyyət çəkdim. Deməli, indi keçirik Eduya. Edu. Sınaq 10 dedinizdə. Bəli, 10 idi. Baxa. Deyil. Zəhmət olmasa 3-ə baxar. 3-ə. Müəllimə 1-ə baxa bilərik. Bəli. Oxuyun.
Fiziki tərbiyə dərsində müəllim dərsin bitməsinə 5 dəqiqə qalmış şagirdlərə dedi: "Yaxşı uşaqlar, indi qaçmadan və səs-küy salmadan düzgün şəkildə paltar dəyişmə otağına gedirik. Situasiyaya uyğun düzgün variantı müəyyən edin." Mən də seçmişdim. Amma açıq Gözlənti yox. Baxın, sinifdən çıxmaq proseduru, otaqdan çıxma proseduru, qaçmadan, səs-küy salmadan düzgün şəkildə paltar dəyişmə otağından, həm sıra ilə, növbə ilə. ardıcıllıqla. Bəli, bəli. Aha, 3. Tədris prosesində maddi-texniki bazadan istifadə etmək tədrisin keyfiyyətini yüksəldən səbəblərdəndir. Lakin bəzi səbəblərdən maddi-texniki bazadan istifadə etmək mümkün olmur. Bu səbəblərdən hansı bu ola bilmir? Mən elə bildim ki, avadanlıqla təmin etmək üçün məktəbin maliyyə imkanı lazım səviyyədə olmadıqdadır. Nə yazmısınız? Cavab Məlumat olmuyor, əvəzində təqdimat tipli strategiyadan istifadə olunarsa. Mən A yazmışam müəllimə, amma B çıxıb. Mövzunun xarakterinə görə avadanlığın istifadəsi vaxt baxımından uyğun olmarsa. Bizdən nə soruşur? Tədris prosesində maddi-texniki bazadan istifadə etmək, tədrisin keyfiyyətini yüksəldən, bəli, həqiqətən də, yəni maddi-texniki baza nədir? Resurslar da, yəni necə deyim, laborator otağına gedirik, oradakı avadanlıq, kompüter otağına gedirik, kompüter, hər şeydə markerdən tutmuş hər şey maddi-texniki bazadır. Deyir ki, bu tədrisi yüksəldən keyfiyyətdir, bəli, çox gözəl. Lakin bəzi səbəblərdə maddi-texniki bazadan istifadə etmək mümkün olmur. Bəli, ola bilər ki, heç o yoxdur bizdə, ya ola bilər ki, nəsə də bəzi səbəblər ola bilər. Aşağıdakılardan hansı bu səbəblərdən ola bilməz? Siz yazmışsınız ki, mövzunun xarakterinə görə avadanlığın istifadəsi vaxt baxımından uyğun olmarsa. Yəni, vaxtın ki, yəni bu niyə ola bilməz? Çünki müəllim bilər ki, nədən istifadə etməlidir. Vaxtında onu elə proqramlaşdırmalıdır ki, deyək ki, 5 dəqiqə buna, 10 dəqiqə buna. Yəni vaxt baxımı niyə çatmasın ki? Mən səbəb kimi elə bilmişəm oldu. Yəni o səbəb olan məzdə vaxtın necə deyim, bu resursu nə adiyyatı? Vaxtın resursu adiyyatı yoxdur. Amma məsələn, B-də nə deyir? Avadanlıqdan istifadə şagirdlər üçün maraqlı olmayıb, əvəzində təqdimat tipli strategiyadan istifadə olunarsa. Bu səbəb ola bilməz də, yəni o deyir, bəzən deyir, biz ondan istifadə edə bilmərik bəzi səbəblərdən. Yəni bu səbəb ola bilməz. Məsələn, məqsəd avadanlıqdan istifadə üçün uyğun olmadıqda. Bu ola bilər də, məqsəd avadanlıqdan istifadə üçün uyğun olmadıqda, tutalım, belə deyim də, məsələn, smart texnikasına uyğun çıxardırdıq da təlim nəticəsini. Smartın R hərfi nə idi? Real imkan, real resurs. Yəni, yenə maddi-texniki bazaya gəlirik. Nəyə uyğun olmalıdır? Məqsədə uyğun olmalıdır ya da məqsədi ona uyğun çıxarmalıyıq. İndi, bəli, məqsəd başqa şeydir. Mən başqa avadanlıq gətirmişəm. Qəti dərsinlə əlaqəsi yoxdursa, yəni nə mənası? Ona görə istifadə etməyə bilərəm. Sonra avadanlığın istifadəsi sinif otağının fiziki quruluşuna qeyri-adi. Yəni ki, böyük avadanlıqdır, sinifə gətirə bilmirəmsə, məsələn. Avadanlıqla təmin etmək üçün məktəbin maliyyə imkanı, ola bilər ki, məktəbin maliyyə imkanı çatmır, ümumiyyətlə avadanlıqla təmin etmək məktəbi. Bu da səbəb ola bilər. Amma B səbəb ola bilməz. Getdik. 3-dən sonra. Hamı yazmayıb, hə? Müəllimə, mən yaza bilməmişəm. Zəhmət olmasa atarsınız da mənə. Qrupa da yazdım. Yoxdur, qrupda. Yoxdur. Tamam. Çox sağ olun. Mən yazmışam hamısını. Zeynəb xanım bağışlar. Mən oxudum qrupdan. Ancaq kitabın üstündə pozan ruçka ilə işləmişdim deyin. Çəkib ata bilmədim də sizə bağışlayın. Allah bağışlasın. O nə deməkdir müəllimə? Aha. Yox, mən göndərərəm. 3-dən sonra. Yoxdur. Ay, necə gözəl işləyirlər. 19-da var. 19-a qədər yoxdur. Mən şoklar yaşayıram burada. 19-a qədər yoxdur yəni. Hamı işləyib, düzdür hamısı. Heç inanmam gəlmir. Məndə bir dənə səhv var. Cavaba baxdım, bildim ki, nədir də yəni. Hə.
Nihat müəllim, yaman gülürsüz, amma elə hiss edirəm ki, siz yazmamısınız. Yox müəllim, mən yazmamışam. Gördünüz? Gülməyinizdən, rahatlıqdan hiss edirəm. Bəli. Getdik 19. Mən işləmədim. Nə arxayınlıqdırsa 2 ay qalıb cəmi. Necə arxayınlaşmışıq? Biz görmüşük əksinə gecə gündüz oxumaq, siz daha da arxayınlaşırsınız. Çox maraqlıdır. Getdik 19. Son bir həftə qalanda lap başlayacağıq. Hə, o belə bilməyəcəksiniz. Bu kitabdan bir damcı, bu kitabdan onu deyəcəm mən sizə. Bilmirik hansı kitabı oxuyaq. Abi arıq sağ gidəcək. Bəli, bəli. Müəllim, mənim elə ki, yadımdan çıxan mövzular var. Baxıram ki, bilmirəm. Sonra həvəsdən düşürəm. Ona görə dedim ki, yazmayım. İndi göyə qərar vermişəm, təkrar eləyirəm. Aha. Elə onu deyəcəkdim ki, heç olmasa kiçik addımlarla başlayın da, heç olmasa hər dəfə bir dənə mövzunu təkrar edin. Yox, bu gün ilk 5-6 dənəsini təkrarlamışam inşallah. Təkrar edəcəm. Tamam, da görək. 19. Birinci yarım ildə riyaziyyatdan aşağı qiymət almanın səbəbi tənnişlər mövzusunda problem yaşamağındır. Verilmiş rəy ilə bağlı hansı fikir doğrudur? Doğru cavab C çıxır. Rəy şagirdin fəaliyyətini önə çəkdiyi üçün emosional rəy hesab olunmur. Düz deyir, emosional deyil və sırf fəaliyyəti deyir də. Deyir ki, ona görə zəif qiymət almısan ki, tənniklər mövzusunda problem yaşamısan. Promoy deyib də, yəni fəaliyyəti deyib. Mən D götürmüşdüm. Əksəriyyətcə öyrənmə Rəy şagirdin problemini əks etdirdiyi üçün öyrənmə prosesinə yönəlik hesab oluna bilər. Problemi əks etdirib, amma öyrənmə prosesinə yönəlik hesab oluna bilər. İstiqamət yoxdur axı. İstiqamət yoxdur. Sadəcə təsvir edib ki, budur məsələ. Təsvir edicidir. Belə, 20 düzdür? Bəli. Tamam, əla. Başqa nəsə vermişəm, yəni ki, yox. Xeyr, müəllimə, o dedi. Gözlədi, amma bilmədiniz. Verməliydim, demişdim, nəsə verəcəm. Yox, biz hər zaman hazırıq. Ay Allah, necə gözəl. Deməli, bullyingi keçmişik. Xeyr. Xeyr, müəllimə. Keçməmişik. Bəlkə bugün 2 dərs keçək. Biri müəllim-şagird, müəllim-valideyn münasibətləri, biri də bullying. Elə çətin deyirlər, yəni. Səslər zəhmət olmasa bağlayaq. Müəllimə, olar ki, sizə bir dənə ağlımda bir sual var, onu verim. Bəli, verin. Deməli, başqa bir kursun ümumi sınağı idi. Bəli. Mən bir podruqam var, o orada çalışır, mən də sizlə çalışıram. Bu neçənci dəfədir qarşıma çıxır, bu iş üsullarından bağlıdır. Bu, hansı ki, güclü cəhətlər, zəif tərəflər müəyyənləşirək. SWOT analizi. Mən onu həm çıxış bileti kimi görürəm. Niyə? Güclü, zəif tərəflər orada olmalı. Davamını deyin. Sonra nə deyir? Yox, əstəğfurullah. Tez qabağımdadır saçdım variantlarında. Deməli 4 dənə iş üsulu var. Burada refleksiyanı mən həmişə 3-2-1 götürürəm. Bircə dəqiqə. Amma refleksiya üsulları çoxdur. Mən sizə ən yaxşısı sınağı atım. Çəkmişəm, onu artıq ikinci dəfədir ki, elə bil həmin elə götürür. Mən də qıza sübut eləmək istəyirəm ki, bəs bu elə deyil. Atın, baxın. Qurban. Dəqiqə girib baxıram.
Deməli, uyğunluğu müəyyən edin. Çıxış bileti 3-2-1 qərarlı qartopu. Bu üsul güclü cəhətləri, zəif tərəfləri müəyyənləşdirməyə kömək edən üsuldur. Şagirdin fikrini ifadə etməsi üçün daha çox gündəlik keçirilənləri refleks edən məhsuldar strategiyalardan biridir. Şagirdlərə anlayış və ideyalarını bir-biri ilə paylaşmağa və bir-birini öyrətməyə kömək edən aktiv öyrənmə ən səmərəli həll yolu. Ən səmərəli qərarlar ağacıdır. Bu C variantı bu bir-biri ilə paylaşmaq getdi qartopu texnikasına. Sonra şagirdin fikrini ifadə etməsi üçün daha çox gündəlik keçirilənləri refleks edən məhsuldar strategiyalardan biridir. Siz hansını götürürdünüz? A-nı götürdünüz, çıxış bileti. Mən A bəndini. Hə, bir də A. Hə, çıxış siz elə götürürsüz. Mən elə götürdüm. Aha. 2B-ni götürdüm. Məhsuldar strategiyalardan biridir. Aha. 3-də D-ni götürdüm. Ən səmərəli həll yolu qərarlar. Bəli, 3 düzdür. Bəli, 4-də də D-ni götürmüsünüz. Yox, C-ni götürdüm 4-də qartopu. C-ni, bəli, bağışlayın. Paylaşmaq, bəli. Yəni bir A-dır, 2 B-dir də onda. İndi belə baxaq da, siz güclü zəif tərəflər, güclü cəhətləri zəif tərəflər müəyyənləşdirməyə kömək edən üsuldur. Siz onu çıxış biletinə götürmüsünüz. Çıxış biletində nədir? Bileti verir müəllim, içində sual yazılır da. Yəni bu gün öyrəndiyi ilə bağlı uşaq da ona cavab yazır. Yəni özünü qiymətləndirmədir. Şagirdin fikrini düz götürmüsünüz də. Biri A gedir, 2-yə B. Çünki B-də deyir ki, şagirdin fikrini ifadə etməsi üçün daha çox gündəlik keçilənləri refleksiya edən məhsuldar. Məhsuldar 3-2-1-ə deyirik də effektiv. Refleksiya üçün ən effektiv üsul. Yəni məhsuldar üsul. Düz götürmüsünüz. Amma mən müəllimin o izahına da sonra qulaq asdım. Onlarda sonra varsa izah da verirlər. Amma götürdü ki, 2-də elə bil A-nı götürdü o. Aha. Ola bilər də, nə bilim indi o cür yanaşıb, amma elə deyil. Çünki əgər bura yazıbsa ki, aha. Refleksiya deyir ikisində də var, çıxış biletində var, bəli, var. 3-2-də də var. Amma bir güclü zəif tərəfləri o götürdü 3-2-1-ə. Yox, 3-2-1 nədir? Hə də 3-2-1 nədir? 3 dənə nə öyrəndim? 2 dənə mənə maraqlı gələn, bir dənə də sual işarəsi altında qalan. Düzdürmü? Hanı güclü zəif tərəf? Hə, o elə götürdü. Öyrəndiyim, anlamadığım. Yəni 3 dənə öyrəndiyim, 2 dənə maraqlı gələn, bir dənə sual işarəsi altında qalan. Güclü zəif tərəflər, yəni özlərindən siz bəzən sınaqlar yazırlar, bəzən də düz yazmırlar. Olur belə şeylər. Yəni mən belə suallarla çox qarşılaşıram. Siz nə öyrənmisiniz? Belə şey keçməmiş yaxı güclü zəif tərəf 3-2-1-də. Bəli, belə deyim də sizə, refleksiya üsuludur. Refleksiyada bəli, özümüzün zəif tərəflərimizi görürük, güclü tərəflərimizi görürük, zəif tərəflərimizi üzə çıxarırıq, çatışmayan tərəflərimizi üzə çıxarırıq. Məsələn, buna ən çox deyirik ki, şəxsi jurnallar. Bu daha çox gedərdi. Çünki özümüzün əvvəlki 1-ci gündən ta ki 6-cı günə qədər özümüzü qiymətləndirdik, yazdıq da güclü tərəflərimizi, çatışmayan tərəflərimizi, sonra onu inkişaf etdirdik. Sonra özümüzü müqayisə edirik güclü və zəif tərəflərimizi. Şəxsi jurnal tam oturardı ora. Sonra burada cavabı göndərmisiniz. Heç nə də deyirsiniz, daha o çıxıb da. Bir də buna nəyə baxım ki? 1B, 2, 1-ə B verib, gözüm də yaxşı görmür. Hə də çıxış biletini verib o məhsuldara. Məhsuldar effektiv deməkdir də. Həmişə də deyirik ki, refleksiya üçün ən effektiv iş üsulu 3-2-1-dir. Mən də elə götürmüşəm də o A bəndini. Onlar B götürüb. Hətta mən qızla mübahisə də elədim. Biraz zəif bilir o iş üsullarını. Amma hətta sübut göstərdim ki, bizdə məsələn PDF-də belə var. Mən onları yaxşı öyrənmişəm. Nəsə belə qaldı. Dedim, onda mən öz müəllimimdən soruşacağam. Hə, olur elə. Siz özləri, mən baxdım hansı kursdur, onlar özləri hazırlayırlar sınaqları. Əslində onlar müəllimləri yaxşı müəllimlərdir. İndi bilməm də İminə hansı hazırlayıb. Bu gün adı var. Yox, adı yoxdur. Gülnarə. Gülnarə müəllimə yaxşı müəllimədir əslində. Nə bilim, indi olur da. Eynən, mənə elə bir 10 dənəlik forumlar atırlar həm də kurikulumdan da. Onu da istəyirəm. Pulsuz qruplarına qoşulmuşam. Eynən iş üsulunda yenə belə bir hadisə idi. Problemli şeydir. Bir qrup problemi həll edir, digəri onu həll yoluna çıxır. Sinektika, bəli. Orada qərarlar ağacı da var idi. Yox. Bilirəm biz. Şok yaşadım. Sinektika da oncadır. Mən qıza yenə skrin elədim, atdım. Dedim, bax bu qərarlar ağacıdır. Bu da sinektikadır.
Mən bilirəm ki, bunları əzbər öyrənmişəm. Yenə onlar başqa variant götürdü. Bu qədər olmaz. O MHM bilirsiniz, indi belə deyim də, onun kitabından işləyirik. Hər dəfə çıxır qabağımıza elə suallar. Orada dəfələrlə o tip sual çıxıb, onu qoyum. Dərsin özündə yazılıb da, 2 qrupdur. Bir qrup problemi irəli sürən və yaxud da ki, problemi qabardan tərəf, digər qrup ona həll yolu tapan. Bir mənalı şəkildə bunun cavabı sinektikadır. Ya da uzaq başı ikinci adını deyər ki, müxtəlif cinsli elementlərin birləşməsi. Qərarlar ağacı o deyil. Qərarlar ağacı beyin həmləsi ilə başlayırıq. Çoxlu müxtəlif həll yolları, fərziyyələri toplayırıq, sonra çıxdaş edirik. Sonda müsbəti çox, mənfisi az olan və yaxud da ən səmərəli həll yolunu seçirik. Problemi qabardan, nə bilim, ona həll yolu tapan tərəf qrup demirik də. İmенно o cümlə sinektikanın cümləsidir. Yəqin ya cavablarda yanlış mı qoyurlar, ya başa düşmədim də, yəni niyə elə götürürlər. Yəni bu illərlə belə gedib də. Tapdım orada, bax, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Birində Sokrat dialoqudur, birində sinektikadır. Mən orada deyim sizə ki, nə cavab verdim. Tamam, bir mövzu ətrafında müzakirə təşkil onun həlli yollarının kreativ yolu tapması təklif edib, problemin həlli yolları müzakirə olunub, müsbət mənfi tərəflə müəyyənləşdirilir. Müxtəlif cinsli elementlərin birləşməsi şagirdlərin düşünmə fəaliyyəti. Bu, deməli, B getdi 2-yə. Sual-cavabı əsaslanan getdi 1-ə. Əsas məqsəd şagirdləri müzakirəyə cəlb etmək, təfəkkürü gücləndirmək, dinləmə və sualın bacanı formalaşdırmaq, fəaliyyətin bitməsi idarə edən şəxs müəllim müəyyənləşdirir. D də getdi Sokrata. İri həcmli mətin heç birində yoxdur. C, D Sokrata getdi. B sinektikaya getdi. Elə odur da cavab, hə? Siz elə yazmısınız? Yazmışam, mən elə yazmışam. Amma yenə səhv çıxdı. Onlar nə götürüb? A-nı da sinektikaya veriblər. Bir dəqiqə, mən o qıza nə atmışam? O mənə səs atmışdı, deyəndə bir dəqiqə qulaq asa bilmirəm. Orada səhv götürmüşdülər deyə mən də PDF-i onun skrini elədim, atdım ki, müsbət mənfi tərəflər qərarlar ağacıdır. Yəni onlar deyəsən orada müsbət mənfini Sokrata götürmüşlər. Dedi, hə, bir A, C, D-dir. Andaman eləyirəm ki, yox da, elə deyil. Sokratlar müsbət mənfi tərəf götürüblər. Sokrat problem həll etmiş üsul deyil ki. Sokrat müzakirə üsuludur. Ay, neysə, aləm qatıblar bir-birinə. Yəni, ikinci dəfədir ki, iş üsullarında görürəm ki, fərqlilik var. Bəli, yox, səhv verirlər. Sokrat problem həll etmə deyil ki, müsbəti çox mənfi az onu götürsün. Sokrat müzakirə üsuludur. Sualın cavabına sual çıxırsa, fikir əsaslandırırsan. Və A-nı dedi, Sokrata götürübdür. Orada yaradıcı təfəkkür deyir, kreativ yollar. Sokratda tənqidi təfəkkürdür, kreativ yoxdur. Bəli, bilirəm. Nəsə aləm qatıblar bir-birinə. Var ki, elə səhv deyir. Bəli, amma nə bilim, əslində o yaxşı müəllim idi, yox. Mən onu yaxşı bilirdim. Mənim MHS-də də tanınmış bir müəllim var idi. Eyni Azərbaycan dilində çox düşündüm o sual ətrafında. Axırı müəllimimi etdim, onunla müzakirə elədim. O da dedi, mənim adım olmasın, sən istəyirsən öz iradını bildir. Prama əlaqə saxlamaq olmurdu. Çerez nəsə müəllimin öz nömrəsini tapdım. Axırı elədim ki, siz orada səhvsiz, eyni köklü sözlər mövzusuydu. Bir də gördünüz 2 dəqiqə keçmədi, götürdü videonu da sildi, izahını sildi oradan. Atdığı qrupa sualısı dedim, siz ola bilərik, mənim kimi 10 İnsanıq, əlbəttə, səhv eləmək olar. Amma nə bilim, biraz diqqətli olmaq lazımdır da. Mənim kimi 10 ayıq adam var, amma 100-də heç fikir verməyən var. Artıq sizin fikriniz 100 adamı çaşdırır da. Bəli, təbii ki. Onlar dedi ki, bağışlayın üzrə, sən fikir verməmişsin. Dedim, amma izahı da düzgün vermirsiniz. Axırı boynu sildi. Düzdür. Nə bilim, valla, biraz bizim iş çətindir həqiqətən. Siz bir var abituriyent hazırlayasın, bir də var MİQ. Çox diqqətli olmaq lazımdır. Yəni, bəlkə 50 dəfə məsələn sınağı hazırlayanda, 50 dəfə mən o aylıq sınaqları hazırlayanda Allah and olsun, o kompüter üstündə yatıram, gecə gəlirlər uzla saat 3-dür, təzədən dururam, bir də baxıram. Təzədən göndərirəm nəşriyyata deyirəm ki, saytı açın, girib onu bəlkə bir gün yoxlayıram, biz çox əvvəldən göndəririk, bir gün yoxlayıram, 5 gün keçir, deyirəm bir dənə də açın, bir dənə də yoxlayım. Çünki çox diqqətli, deyirəm insanam da, nəyəsə fikir vermərəm, bir dənə söz, bir dənə bağlayıcı, bir dənə şəkilçi cümləni dəyişir də, təmiz cavabı dəyişir. Çox diqqətli olmaq lazımdır, çünki belə sınaqlar müəllim qarşısına çıxır da. Nə biləm, indi bir dəfə, 2 dəfə səhv olar, amma davamlı belə immünal səhvlər özü çox
İş üsulu elə üsul deyim ki, məntiq tələb edən, nə bilim, taksonomiya deyim, inteqrasiya biraz bezdirici mövzulardır da. Yenə başa düşmək olar. Bu əzbərçi mövzudur da, konkret yəni yazılıb da orada nədir, nə deyil. Onu yazmağa nə var ki? Nə bilim, nəysə. Deməli, dərsimiz effektiv müəllim-şagird münasibətləri və effektiv müəllim-valideyn münasibətləri 1 milyon faiz sual düşür. Effektiv müəllim-şagird münasibətləri nədir? Təbii ki, müəllim-şagird münasibətləri o qədər də dəhşət deyil. Əsas məsələ valideynlə olur. Deməli, şagirdlərlə qurulan pozitiv münasibətlərin şagirdlərə təsiri. Yəni, biz şagirdlərlə pozitiv münasibət qururuqsa, bunun şagirdlərə təsiri nə ola bilər? Onlar akademik fəaliyyətə cəlb olunar. Akademik fəaliyyət o deməkdir ki, oxumağa həvəsli olurlar. Şagirdlərin nəticə göstərmələri təmin olunur. Yəni ki, belə deyim də, summativ falan artıq yüksək yazırlar da, 4-5 alanlar daha çox olur. Şagirdlər özlərini məktəbə bağlı hiss edirlər. Bəli, daha səhər gözlərini açan, ay da yenə məktəbdə demirlər. Yəni, həvəslə dərsə gedirlər. Niyə? Çünki orada pozitiv münasibət görürlər. Məktəb mühiti onlara xoş gəlir. Şagirdlər səriştə nümayiş etdirirlər. Səriştə nə idi? Bilik, bacarıq, vərdiş. Şagirdlərin seçim imkanları olur. Zaten pozitiv münasibət varsa, bu indiki sistemdən gedir, demokratik üslubdan gedir. Bəli, seçim haqqı, şagird yönümlülük. Təhlükəsiz öyrənmə mühitindən zövq alırlar. Bir sözlə, əslində mən bütün bunları saydım. Hamısı əslində nəyin içində cəmlənir? Dəstəkləyici mühitin içində. Təhlükəsizlik, seçim haqqı verirəm və s. və ilaxır. Qeyd. Müəllim şagirdlərlə pozitiv münasibət qurarkən şagirdlərə izah etməlidir ki, bu münasibət, yəni o demək deyil ki, mən sizin dostunuzam. Bəli, müəllim uşaqlarla xoş münasibət göstərə bilər. Bəlkə bəzən dərs yorucu olarsa 2-3 dəqiqəlik istirahət üçün lətifə deyə bilər, yumor, zarafat və s. Amma bu demək deyil ki, mən sizin dostunuzam. Yəni, müəllim şagirdin dostu deyil. Yəni də bu şeyi balansı saxlamaq lazımdır. Şagirdlərlə pozitiv münasibətin qurulmasının yolları şagirdləri sevmək. Məncə də hər şey sevgidən başlayır. Hətta, belə deyim də, bəzən o qədər insanlar depressiv və yaxud da ki, pis günlər, ağır günlər keçirdiyi, travma yaşadıkları günlər olur. Mən belə düşünürəm ki, onları belə sevgi sağalda bilir. Yəni, sevmək məncə çox şeyin, belə deyək də, o deyir, dünyanı gözəllik xilas edəcək. Gözəllik nə deməkdir? Sevgi, mərhəmət, bu kimi şeylərə deyilir də, yəni surətə deyilmir. Şagirdləri sevmək və onları olduqları kimi qəbul etmək, şagirdlərin necə davranmasından asılı olmayaraq onlara qarşı xoş münasibət sərgiləmək, yəni ki, necə davranmasından asılı olmayaraq o deməkdir ki, biz bilirik də, şagird pis davranış göstərsə də cəza vermirik. Yəni, neynirik? Qaydanı xatırlada bilərik və s. və ilaxır. Cəza ən son atacağımız addımdır. Ona kimi o qədər fəaliyyətlər var ki, eləməyə. Əvvəl gözlənti qoyuruq, sonra xatırlatma edə bilərik. Yəni də fərdi danışa bilərik, qayda qoya bilərik. Yəni cəza ən son atacağımız addımdır. Onlardan hansı davranış gözlənirdiyini düzgün ifadə etmək. Bu gözləntilər keçdiyi, hansı davranışı gözləyirəm, onları ona dəqiq ifadə edirəm. Təhlükəsizliyə riayət edin. Nə deməkdir bu? Bunu ona aydın şəkildə açıb deyirəm ki, yəni təhlükəsizliyə riayət edin nə deməkdir? Sonra həm özünün, həm də şagirdlərin məktəbdəki davranışını aydın şəkildə tərtib etmək. Şagirdlərə tədris ilinin ilk günündən hansı davranışa icazə olub-olmadığını açıq-aşkar bildirmək lazımdır. Uşaq bilsin ki, hansı davranışa icazə var, hansına icazə yoxdur, hansını eləsək bizi nə gözləyir, hansına əməl eləməsək bizi nə gözləyir. Bunu əvvəlcədən deməlikdir, uşaq bilsin. Tədris ili başlamazdan əvvəl şagirdlərə qısa bir xoş gəlmişsiniz məktubu yazmaq olar. İndi lap mesaj da yazmaq olar da. Yəni məktəbin başlamağına bir neçə gün qalıb, lap bir həftə qalıb uşaqlara xoş gəlmişsiniz mesajı, məktubu ötürürsünüz. Bunu daha çox sinif rəhbərləri edir. Bu bir növ uşaqlarda şey yaradır da, ayda müəllim bizim üçün darıxıb filan kimi belə bir sevinc, məktəbə həvəs hissi yaradır. Şagirdlər üçün oyunlar, tədbirlər təşkil etmək. Dərs ilinin əvvəlində, fikir verirsiniz, hamısı dərsinin əvvəlində olur daha çox. Sinifi bir-birinə bağlayan fəaliyyətlər həyata keçirmək, yəni buzqıran. Şagirdlərin xoş günlərini dərsin vaxtına mane olmadan sözlü şəkildə qeyd etmək, yəni ad günlərini. Müəllimlə münasibəti yaxşı olmayan şagirdin
məktəbdən kənar tədbirində iştirak etmək, ona dəstək olmaq. Hə, elə bir ki, hansı şagird məni sevmir, heç cürdə mən bunun qəlbinə yol tapa bilmirəm. Bəzən hətta elə şagirdlər olur ki, ekstravert şəxsiyyət tipinə sahib olan uşaqlar müəllimi sevmirsə, onun fənnini də sevməyəcək. Mən nə edə bilərəm? Bəli deyir, müəllimin zamanı gedəcək, bugün bəlkə bir neçə saatını, yəni öz bir neçə saatını ona fəda edəcək, amma sonunda o nəticəni alacaq da, deyir. Məsələn, tutalım ki, bu uşaq məni sevmir, mən eşitmişəm ki, bugün onun futbolu var. Gedirəm, otururam orada, stadionda, əlimi dalıram plakatı, bunun adını, yəni, nə edirəm, çağırıram. Uşaq istər-istəməz, uşaqdır da, uşağın qəlbinə yol tapmağa nə var? Çönüb məni orada görsə, müəllim gəl, məni dəstəkləyir. Yəni, yavaş-yavaş o buzlar aramızda əriyəcək. Şagirdin maraqlarını tədris məzmununda nəzərə almaq, tədris fəaliyyətləri ilə şagirdlərin şəxsi həyatları, maraqları arasında əlaqə yaratmaq. Tədris məzmunu dərsin məzmunundan söhbət gedir. Onu deyir, nəzərə al, şagirdin öz həyatı ilə, şəxsi həyatı ilə əlaqələndir. Bunu əlaqələndirəndə uşaq dərsi daha yaxşı başa düşür. Müəllimin fiziki davranışı şagirdlərdə maraq oyada bilər. Yəni, bir sözlə də müəllim rol modeldir axı. Sonra, şagirdlərlə ünsiyyətin qurulmasının iki yolu var. Demokratik üslub, avtoritar üslub. Avtoritar üslub ənənəvi təlimi düşünə bilərsiniz. Demokratik üsulu isə interaktiv təlim. İndiki təlim sistemi. Demokratik üslub nədir? Humanizm, həssaslıq, qarşılıqlı tərəfdaşlıq. Bax, bununla bağlı çox sual düşür. Məsələn, keçən il düşmüşdü. Nə bilim, belə variantlar verib, 1, 2, 3, 4, 5, 6, bir 10 dənə cümlə verib, hansılar doğrudur, yəni demokratik üsulda onu seçirsən. Birində yazıb ki, müəllim bir tərəfli qərar verir, ikidə yazıb ki, müəllim iki tərəfli qərar verir. Təbii ki, iki tərəfli qərar verir. Bu olur demokratik üsul. Bir tərəfli qərar verir, ənənəvidədir, avtoritar, mən deyən olacaq, yəni söhbətidir. Qarşılıqlı tərəfdaşlıq, yəni müəllim şagird tərəfdaşlığı da bir yerdə qarşılıqlı subyekt, aktiv, passiv, obyekt söhbəti artıq yoxdur. Bərabər hüquqların yaradılması, yəni deyir ki, müəllim şagird bərabər hüquqludur. Empatiyaya əsaslanır. Bu üslubda şagird mühakimələrdə müstəqil olmağa həvəsləndirilir. Bu üslubun əsas məqsədi fəaliyyətə çağırış, məsləhət və xahişdir. Fəaliyyətə, yəni iş görməyə, yəni dərsi oxumağa, fəaliyyətə, yazmağa və s. çağırış, məsləhət və xahişdir. Bir sözlə də mədəniyyət abidəsi. Bunu belə düşünün. Harada şey var, buradadır. İndi gəldik avtoritar üslub, bir tərəfli qərarların qəbul edilməsi, qaydaların icrasına sərt şəkildə nəzarət, nəzarət sözünü bilməm, indi sizin qrupa demişəm yoxsa yox, hər dəfə deyirəm qruplara, yadımda qalmır da. Müəllim sizi nəzarətdə saxlamalıdır sözü yanlışdır. Nəzarət elə ki, uşağı stres altında saxlamaq deməkdir. Müşahidə eləməlidir, izləməlidir, nəzarətdə saxlamaq yox. Şagirdin fikrinin nəzərə alınmaması, öz haqqından sui-istifadə, yəni müəllim öz haqqından sui-istifadə edir. Sonra qərarın şagird qarşısında əsaslandırılmaması, çünki bir tərəfli qərar verir axı. Sonra bu üslubda şagird pedaqoji fəaliyyətin obyekti kimi görülür. Bu üslubun əsas metodu əmr və nəsihətdir. Amma bayaqki nə idi? Çağırış, məsləhət, xahiş. Belə, yəni bura sərtdir, bura isə mülayim, yuxarıdakı mülayimdir. Pedaqoji fəaliyyətdə demokratik ünsiyyətdən istifadə etmək daha məqsədə uyğundur. Humanizm nədir? Şagirdlərlə ünsiyyət zamanı əmr, tabe dili deyil. O deyir, sən necə humanist insandır? Qarşılıqlı inama əsaslanan dildən istifadə etmək lazımdır. Belə ünsiyyət zamanı şagirdlər təşəbbüskarlıq göstərməyə, müstəqil mühakimə etməyə meyilli olur, tənqidi təfəkkürə sahib olurlar. Çünki özünü rahat hiss edir, öz fikrini əsaslandırmaqdan, öz fikrini sərbəst şəkildə ifadə etməkdən çəkinmir, qorxmur. Həssaslıq nədir? Şagirdlərin müstəqil düşüncələrinə xələl gətirmədən, onlarla kobudluq etmədən ciddi olmaq, onları gülüş obyektinə çevirmədən zarafat etmək, görürsünüz, həssas yanaşıram da, tərslik etmədən inadkarlıq göstərmək lazımdır. Empatiya nədir? Özünü digər insanın yerinə qoymaq, onun şəxsiyyətini analiz etmək,
onunla emosional bağlılıq yaratmaq, onun hisslərinə cavab vermək, ona kömək etmək kimi xüsusiyyətlərin göstəricisidir. Empatiya bilirsiniz də kurikulumun ən belə qızıl açar sözüdür də, nə qədər yerdə qarşımıza çıxır. Səriştəli ünsiyyəti təşkil edən əsas cəhətlər nədir? Həssaslıq, empatiya, kommunikativlik, yəni ünsiyyət və pedaqoji etikaya sahiblikdir. Məncə, bura kimi hər şey qaydasındadır. İndi gəldik effektiv müəllim-valideyn münasibətlərinə. Valideynin məktəbə cəlb olunmasının təhsil prosesinə, şagirdlərə təsiri nədir? Şagirdlərin akademik nailiyyətini yüksəldir, çünki valideyn məktəbə cəlb olunur, məktəblə əməkdaşlıq edir, müəllimlə əməkdaşlıq edir, bilir ki, övladı nə yerdədir, davamlı onu o da evdə izləyir. Təbii ki, bu zaman akademik nailiyyət yüksəlir. Şagirdi şəxsiyyət kimi formalaşdırır. Valideynin məktəbin keçirdiyi bütün tədbirlərdən xəbərdar olması, zaman-zaman bu tədbirlərin təşkilinə dəstək verir və ya bilavasitə iştirakçısı olur. Bəli, valideynləri xəbərdar eləməliyik. İstəyər gələr tədbirdə iştirak edər, istəyər yox, hüququdur. İstəyər gələr kömək eləyər, dəstək verər bizə o tədbirin təşkilində, hüququdur, istəyər gəlməz. Valideynin məktəbə cəlb olunmasına mane törədən amillər nələrdir? Ən birincisi təbii ki, ən məşhuru, dəfələrlə qulağımla da, yəni belə deyim də şahid olmuşam yolda, nəqliyyatda, hansısa valideynlərin söhbətlərinə. Ən böyük problem valideyn icrasında konfidensiallığın qorunmaması. Yəni ki, qaydaram ki, ay filan ki, sənin övladın bunu belə eləyib. Sənin övladın çox bərbad vəziyyətdə oxuyur. Sənin övladın çox tərbiyəsizdir. Təbii ki, bu sözləri deyəndə ola bilər, mən onun övladından bura yığmışam. Amma fərdi deməliyəm. Kimisə yanında təhqir etmək düzgün deyil. Və heç bir valideynə də xoş gəlməz ki, digər valideynlər içində onun övladı üçün pis sözlər deyilsin də. Kim istəyər? Hamıya öz övladı əzizdir, yəni. Belə. Yəni, deyəcəksiniz ki, yaxşı, bəs iclas nə üçündür? O qaldı bizim dövrdə. Bizim dövrdə yıxıb sürürdülər valideynləri, sonra da valideyni tapmaq olmurdu, gəlmirdi. Müəllimin də həmişə dediyi söz, həmişə eyni valideynlər, da həmişə eyni valideyn olacaq da, kimi tərifləyirsən o gəlir. Camaat gəlmir ki, ora biabır olsun, danlansın, sözlər eşitsin. Burada bir dənə söz, məqam çıxır. Bəs yaxşı, deməyək, valideyn söz deməyək, əlbəttə deyil. Amma fərdi, nə dərdiniz, səriniz var, onun uşağı ilə nə probleminiz var, fərdi deyin. Bir dənə də sual çıxır, onda iclas nə üçündür? İclası zaten tez-tez keçirməməliyik. Ən birinci, təbii ki, tədrisin əvvəldə keçirilir. Yəni, keçirməkdə məqsədimiz nədir? Bu il görəcəyimiz işlər, planlarımız, hansı tədbirlər keçirəcəyik, hansı, nə bilim, ekskursiyalar təşkil edəcəyik və s. axırda görəcəyimiz işlər, edəcəyimiz şeylər və s. Kimisə mühakimə etmək, kimisə haqqında, xəbərin var, sənin oğlu sənin qızına məktub yazıb. Lazım deyil. Lazımdırsa, hər iki valideyni çağırırsınız təklikdə. Qızla oğlan valideyni çağırırsınız təklikdə deyirsiniz. Yəni, cəmaatın içində yox. Sonra, valideyn iclasının əsas mövzusu hansısa şagirdlərin davranışı olması. Bax, indi dediyim. Bəli, əgər valideyn iclasının əsas mövzusu hansısa şagirdlərin davranışını ortaya qoyub, onu danışıramsa, o valideyn bir də məktəbə gəlməyəcək. Valideyn iclaslarının şagirdlərin neqativ hərəkətlərinə görə çağırılması. Pis hərəkətlər ediblər, iclas çağırmışam, hamını yıxıb sürüyürəm. Olmaz. Kimin nə səhvi varsa zaten qeyd edirəm özümdə, çağırıram o valideyninə təklikdə danışıram. Valideynin iş saatının çox olması. Bəli, valideyn bu səbəbdən də gəlməyə bilər məktəbə. Məsələn, biri mən. Görürsünüz də bütün dərslərdəyim. Mən necə iclasa gedim? Bəxtim gətirib ki, nənələri məktəbdədir. Bəli, valideynin iş saatının çox olması ilə bağlı olaraq valideyn heç cür iclasa gedə bilmir. Müəllimin valideynlə münasibət qurmağa biganə yanaşması. Bəli, valideyn baxır ki, heç bunu itirib axtaran yoxdur. Neyniyir? O da biganə yanaşır da təbii ki. Ona görə müəllim israrlı olmalıdır, əl çəkməməlidir. Valideyn deməlidir ki, ay Allah, müəllimə baxın, necə məsuliyyətlidir, heç özü əl çəkmir. Axır əvvəl utanacaq da geri dönüş edəcək. Müəllimin valideynlə əlaqəni gərəksiz sayması. Təbii ki, valideyn müəllim əməkdaşlığı vəzifədir, vəzifə borcumuzdur. Sonra valideynlərlə münasibəti möhkəmləndirmək üçün istifadə ediləcək bəzi üsullar. Yəni, necə aramızı düzəldə bilərik. Salamlama məktubu. Tədris ilinin əvvəlində valideynlərə salamlama məktubu göndərib, onların övladlarını səbirsizliklə gözlədiyinizi qeyd edə bilərsiniz. Lap siz indi mesaj göndərin də, salam hörmətli valideyn və s. axır, sizin övladınızı o qədər darıxmışam, səbirsizliklə gözləyirəm, bir həftədən sonra artıq məktəb başlayır, o qədər gözəl şeylər edəcək və s. axırda, yəni bu kimi şeylər yaza bilərsiniz.
Valideyn də deyir ki, ayda sən müəllimə bax, oturub durub bizim uşaqları düşünür ancaq. Tətildə belə. Valideynlə ilk ünsiyyətin pozitiv olmasına çalışmaq. Ola bilər ki, mən onu uşağın bura yığmışam, amma ilk ünsiyyətimdə bunu ona deməməliyəm. Çünki ilk ünsiyyəti dava ilə başlamamalıyıq, negativlə başlamamalıyıq. Tədris ilinin əvvəlində şagirdin yaxşı davranış haqqında valideynə məlumat göndərmək. Yəni ki, hələ ki, necə ki, rəydə, müsbətdən başlayırıq, bax, burada da. Hələ ki, yaxşıdan yavaş-yavaş başlayaq, ələ alaq, ondan sonra bütün ürək sözlərimizi deyərik. Şagirdin irəliləyişi haqqında qeydlər göndərmək. Bu qeydlər valideynə övladının məktəbdə fəaliyyəti haqqında məlumat verir. Düzdür, indi elektron jurnallar çıxır. Orada yazılır da, valideyn girir şəxsi kabinetə görür. Övlad haqqında hər şeyi yazılanları görür. Sinif saytının və ya məktəb bülteninin yaradılması, məktəbə daimi gələ bilməyən valideynlər belə məktəbdə baş verənlər haqqında məlumatda olur. Elə dediyim bu elektron jurnalda ona aiddir. Sonra pozitiv valideyn iclası. Valideynlərlə ilk iclasın pozitiv olmasına çalışmaq lazımdır. Konfidensiallıq qorunaraq, elə bir ki, belə düşünün də, valideynlərlə ilk iclasın o, nə deyirlər ona, anons. Bu elə ki, reklamdır da, hələ ki, birinci iclasda bir xoş münasibət göstərir ki, ikinci iclası həvəslə gəlsinlər. Konfidensiallıq qorunaraq onlarla münasibət qurmaq lazımdır. Konfidensiallıq yəni gizlilikdir. Sonra pozitiv məzmunlu zəng, e-mail, mesaj. Yalnız problem olduqda valideynlə əlaqə saxlamaq deyil, şagirdlər haqqında müsbət fikirləri də valideynə çatdırmaq lazımdır. Bu o deməkdir ki, biz ancaq problem yarananda zəng edirik valideynə. Valideyn də görən kimi, yəni nə deyəcək Allah bilir. Bir də var ki, bəzən də zəng eləyəndə bugün sizə övladınızın nə dərəcədə hoşunda yaxşı, istər bilik bacarıq, istər davranışı ilə bağlı xoş şeylərini deyirik. Bir valideyn də fərəhlənir, sevinir. Yəni həmişə neqativ üçün zəng eləməyək də, bəzən də xoş şeylər demək üçün zəng eləyək. Bir şoka salaq onları. Sonra formativ dəftər qeydləri, şagirdin irəliləyişi haqqında qeydlər götürmək və valideynlə bölüşmək. Bu dəftərdəki qeydlər şagirdlərin mənfi və çatışmayan cəhətlərinin müzakirəsi deyil, müsbət cəhətlərinin və inkişafa ehtiyacı olan tərəflərin müzakirəsi istiqamətində həyata keçirilməlidir. Valideynlər üçün deyir. Yəni o, axı mən formativ dəftərdə uşağın çatışan və çatışmayan tərəflərini yazıram da, düzdürmü? Çatışan və çatışmayan tərəflərini yazıram. Valideynə onun çatışmayan tərəfləri üzərində müzakirə etmirəm. Yenə neqativə kökləndik axı. Çalışaq müsbət cəhətləri, inkişafa ehtiyacı olan tərəflərin müzakirəsi istiqamətində, yəni söhbət aparaq. Sonra valideynin sinif fəaliyyətlərinə qatılması, müxtəlif sinif fəaliyyətlərinə valideynləri cəlb etmək lazımdır. Sonra valideynlərlə düzgün münasibət qurmaq üçün nəyə diqqət eləməliyik? Təşəbbüsü ələ almaq, təkidli, israrlı olmaq. Məsələn, valideyn iclasa gəlməyib, zəng eləyirəm, cavab vermir, mesaj yazıram ki, yəni hörmətli valideyn bugün necə iclasda yox idin? Cavab vermir, sabahsı gün bir də zəng eləyirəm, yəni israrlı oluram, əl çəkmirəm. Valideyn üz olmur da, belə deyim, artıq düşünür ki, yəni bu müəllim nə qədər israrlıdır, nə qədər məndən çox maraqlıdır da, belə deyək. Və belə yəni təşəbbüsü əlimdə saxlayıram. Yoxsa mən başını buraxsam, o məndən qabaq başını buraxacaq. Ailə ilə empatiya yaratmaq deyir. Ola bilər ki, gələr bir valideyn sizə dərdini danışar. Belə deyim də, yəni aramızdakı o müsbət münasibət qalsın deyə. Neynəməliyəm? Yəni onu anladığımı hiss etdirməliyəm. Onu deyir də empatiya. Yəni mən sizi anlayıram. Necə bunu aradan qaldıra bilərik? Bəlkə övladı ilə bağlı dərd yanır mənə. Bunu gəlin birlikdə aradan qaldıraq. Yəni bu kimi söhbətlər aparmaq olar. Məxfiliyi qorumaq, valideyni anladığınızı ona göstərmək. Bu belə. İndi keçək bullyingə. Məncə çətin dərs deyildi. Bullying. Bullyingin ikinci adı qısnama da deyilir. Sevimli mövzu müəllim keçmişdiniz bizə. Sizin üçün təkrar olmuş olar. Bəli, müəllim. Gələcəksiniz də bu ikinci gün. Təbii ki, müəllim. Biraz hərdən sizin sayınız artır. Niyə? Təzələr gəlir də. Bəli, bəli, müəllim. Həvəsə gəlsin. Yox, aktivləşiblər uşaq.
Həmin Hə. də passivləşə bilmərik axı artıq Bəli. ayın axırlarıdır. Bəli, bəli. Belə, bullying bizə hardan gəlib? Deməli, bu dəqiqə ümumiyyətcə, bu dəqiqə yox, hər dövrün bu belə deyim də yaralı yeridir. Kinolarda da görmüşük. Məsələn, məktəbdə hansı uşaq kök olur, onu təkləyirlər. Bunun özü belə bullyingdir. Sonra kinoda nə görür? Sonra uşaq gedir hamıdan intiqam alır, öldürür və s. və ilaxır. Çünki belə deyim də, bullying edən şəxs var ha, onun keçmişinə baxanda o özü də nə zamansa bullyingə məruz qalıb. Deməli, bu bizə hardan gəlib? Bunun yəni mövzusunda, yəni kitabda başda bir həyat hekayəsi yazır, həyatda olmuş hadisə. Çox təsirlənmişdim ilk dəfə mən onu oxuyanda. Rebecca adlı bir qız olur, 12 yaşda falan olar. Deməli, bu uşaq Amerikada yaşayırmış. Bu uşaq, indi bullyingin nə qədər növü var da danışacağam. Bullyingin bütün növlərinə məruz qalır. İstər zorakılıq, təhqir, söyüş, kiber, sosial şəbəkələr üzərindən, bir sözlə də hamısına məruz qalır. Və depressiyaya düşür, dəfələrlə xəstəxanada yatır. Buna görə xəstəxanada yatanda belə bullyingə məruz qalır. Hələ də sosial şəbəkələrdə falan onu bullying edirlər. Və sonda uşaq intihar edir. Yəni, ən çox da, neçə yaş dedim, 12, 13, lap olsun 15, yeniyetməlik dövründə olur. Yəni, ən çox baş verdiyi dövr yeniyetməlik dövrüdür. Çox bəlalı bir şeydir də, belə deyək. Məktəblərdə çox olur belə hadisələr. Deməli, bullying, amma indi bax onu deyim, hər dava eləyənə də bullying deyə bilmərik. Hər konflikt olan, hər küsənə bullying deyə bilmərik. Bullyingin tərifi var. Bullying özünü müdafiə edə bilməyən şəxsə qarşı aqressiv davranışın sərgilənməsi, güclü şəxsin zəif şəxsə qarşı təkrarlanan psixoloji və ya fiziki əzab verməsidir. Təsnifatına görə bullyingin növləri var, yəni məqsədli və məqsədsiz bullying. Məqsədli bullying nədir? Məqsədli bullying adam yəni məqsədli edir, qəsdən, xoşu gəlir eləmək, zövq alır, məqsədlidir də yəni. Məqsədsiz bullying isə iki cür olur, tədris və düşünülməmiş bullying. Düşünülməmiş odur ki, mən elə bir sinif yoldaşımın xarakterini bilmirəm, tanımıram, nə edirəm, başlayıram buna elə şit zarafat edirəm ki, başlamışsan qapaz vuram, tutalım. Əslində, bu mənə görə əyləncədir. Elə bilirəm, o da əylənir. Amma əslində ona bullying etmiş oluram. Çünki onun xoşuna gəlmir və o da özünü zəif hesab etdiyi üçün mənə də heç nə deyə bilmir. Amma o travma yaşayır. Amma mən bunu qəsdən etmirəm. Məqsədsiz edirəm və düşünmədən edirəm. Ona görə düşünülməmiş. Çünki mən elə bilirəm ki, əylənirik. Sonra var tədris bullyingi. Bu, öyrətmə və öyrənməklə bağlıdır. Məsələn, müəllim gedib gəlir, eyni uşağın adını deyir ki, sən bunu niyə belə səhvləmsən, sən niyə bunu belə, sən niyə? Əslində, müəllim bunu qəsdən ona əzab vermək üçün etmir. Müəllim onun yaxşılığını istəyir, amma biz əslində uşağa bullying etmiş oluruq. Və yaxud da ki, belə deyim də, evdə valideyn, övlad üçün deyir, belə gedəcəksən, oxumayacaqsan, hambal olacaqsan, ged oxu, falan filan. Bütün günü deyirik. Biz övladımızı bəyəm zülm vermək istəyirik, əzab vermək istəyirik, zövq alırıq bəyəm. Təbii ki, yox. Biz onun yaxşılığı üçün deyirik, amma əslində bullying etmiş oluruq. Yəni, əzirik də onu belə deyək. Gücünün zəifə, davamlı, deyir ki, yəni belə təzyiq göstərməsi bullyingdir. Hətta keçən dəfə mən hansısa qruplarda dedilər ki, müəllim, hal-hazırda da məktəblərdə elə pis bullyingə məruz qalan uşaqlar var ki, müəllimlərin özü tərəfindən. Məsələn, ifadəmə görə çox üzr istəyirəm. Müəllim, məsələn, qızlar üçün pis sözlər deyir də, səndən nə bilim belə, sən belə pintisən və s. Yəni, dilimə almaq istəmirəm. Nəsə də elə yaxşı sözlər demir və bütün uşaqların içində deyir. Bir qız uşağı üçün və o yaşdakı qız uşağı üçün təbii ki, o bullyingidir, hətta deyim kvadratıdır. Müəllim, bir şey desəm inanarsınız, bizim kurukulum müəllimimiz kopyalaydı. Bəli, müəllim. Nə idi? Bizim kurukulum müəllimimiz var idi, o bizə edirdi, yəni qızlar haqqında xoşa gəlməz ifadələr deyirdi. Hətta kurukulum müəllim edirdi. Bəli, müəllim, şoka düşürdük də, inanırsınız müəllim, çünki düşünürdük ki, kurukulum elə bir fəndir ki, yəni sinifin idarə olunması falan hər şey var da. Empatiya desəm bizdən sorulur. Bəli. Ay, dəhşət. Belə. Haqqımı halal etmirəm də o müəllimi. Dəhşət. Deməli, davranışına görə bullyingin növləri fiziki və qeyri-fiziki olur. Fiziki adından məlumdur, güc göstərsən. Yəni, təmas var, döymək, təmas.
Bir də məktəb avadanlıqlarına zərər yetirmək də fizikidir, çünki orada da toxunmaq var. Qəsdən qırıramsa, da futbol oynadım, məktəbin pəncərəsi təsadüfən top dəydi, qırıldı, bu bullying deyil. Qəsdən hirsimdən gedib məktəb avadanlığına zərər verirəmsə, bu da fiziki bullyingdir. Kimisə döyürəmsə, zorakılıq edirəmsə, bu da fiziki bullyingdir. Qeyri-fiziki bullyingdə isə təmas yoxdur. Yəni döymək, təmas, yəni toxunmaq yoxdur. Bunun 3 növü var: verbal, qeyri-verbal, sosial. Verbal səsli, amma təkcə səsli deməyək də belə deyək, sözlərdən ibarətdir, şifahi və yazılı. Çünki məktub yazmaq da verbaldır. Tutalım ki, birinə təhqir edici söyüşlər yazmışam məktubda, atmışam çantasına. Yəni bu da lövhədə onun haqqında tərbiyəsiz bir söz yazmışam, divarda yazmışam. Fərqi yoxdur, sözlər varsa, ya da ki dilimlə söyüş söyürəm, ya da təhqiramiz, onu alçaldıcı sözlər deyirəm. Sözlər deyirəm də, şifahi və yazılı, verbaldır. Hətta ən çox yayılmış bullying növü verbaldır. Gedən gəlini təhqir edir. Qeyri-verbal bullying isə burada söz yoxdur, səssiz şəkildədir. Jest, mimika, yəni hansısa əl hərəkətləri, himcim, sifətim, nə bilim, qaşım, gözüm və s. və axırda, yəni jest və mimikalarla, hərəkətlərlə göstərdiyim, yəni qeyri-etik hərəkətlər. Və burada bir də nə var? Məsələn, kimisə karikaturasını çəkmək, ona buynuz çəkmək, yəni də şəklini çəkmək və s. Bu da qeyri-verbal bullyingdir. Bir də sosial bullying var. Sosial bullying odur ki, bu uşaq haqqında şayə yayırlar və imtahana düşmüşdür şayə. Şayə yayırlar ki, şayə yayanda nə olur? Həmin uşağı təkləyirlər. Yəni, sosial bullying odur ki, bir uşaq bir neçə nəfər tərəfindən təklənir. Aralarına alınmır, ona baxırlar, gülürlər, öz aralarına almırlar və s. Birbaşa və ya dolayı yolla olan bullying, yəni vasitəli və vasitəsiz, belə deyək də, vasitəsiz bullying adından məlumdur, vasitəsizdir, özü, şəxsən özü, ortada vasitəçi yoxdur. Vasitəlidə isə üçüncü şəxs var, elə bil mən deyirəm ki, ala bu məktubu filan kəs, apar at filan kəsin çantasına, məsələn, Aygün, ala bu məktubu Nigarın çantasına at. Ortada üçüncü şəxs var, vasitəlidir, yəni vasitəçi var ortada. Sonra xüsusi növ bullying kiberbullyingdir, sosial şəbəkələrdə olur. Məsələn, bu Bakı Dövlət Qızlarının mən eşitmişdiniz yoxsa yox, o kiberbullying idi, adamı tutdular, cəmaatın da səhifə açırdı falan filan. Nə bilim, girirlər başqa adla cəmaatın səhifəsində girirlər təhqir edici sözlər, söyüşlər və s. Tanıdılar, tanımadılar, girirlər ağızlarına gələn yazırlar. Bu da kiberbullyingdir, bundan da kiber təhlükəsizlik məşğul olur. İndi burada da açıqlamalarını yazmışam. Məqsədli bullying nə idi? Şəxsin məqsədli şəkildə qarşı tərəfə zorakılıq göstərməsidir. Məqsədsiz bullying nədir? Şəxsə qarşı məqsədsiz şəkildə edilir. İki növ var, düşünülməmiş tədris. Düşünülməmiş bəzən qarşı tərəfin xarakterini bilmədikdə, zarafat məqsədi ilə edilən hərəkətlər, hansısa əyləncə bullyingə səbəb olur. Mən niyə bəs qarşı tərəfin xarakterini bilmirəm? Demək ki, mənim müəllimim tədris ilinin əvvəlində buzqıran strategiyasından istifadə etməyib. Etsəydi, mən yoldaşımın xarakterini bilərdim. Tədris bullyingi öyrətmə və öyrənmə ilə bağlı olur, düşünülməmiş formada həyata keçirilir. Məsələn, şagirdin hansısa tapşırığının icrası zamanı yol verdiyi nöqsanı ümumilikdə müzakirə edirəm. Sonra, davranışına görə fiziki bullying şəxsin mütəmadi olaraq qarşı tərəfə fiziki əziyyət verməsi, şiddət göstərməsidir. Eyni zamanda fiziki bullying yalnız insana qarşı olmur, məktəb əmlakının sındırılması, dağıdılması da buna misal ola bilər. Qeyri-fiziki bullying fiziki kontakt olmadan, yəni təmas yoxdur. 3 növü var. Verbal bullyingin ən geniş yayılmış növüdür. Bu zaman bullyingi edən şəxsə bully deyilir. Bu zaman bully sözlə, şifahi və yazılı formada qarşı tərəfi təhqir edir, alçaldır. Qeyri-verbal, bullyingin bu növündə sözlərdən istifadə olunmur, jest, hərəkətlər, şəkillər və s. istifadə olunur. Sosial bullying, bu bullying zamanı şəxs haqqında xoşa gəlməz şayələr yayılır və o hansısa sosial ortamdan uzaqlaşdırılır. Sonra, vasitəsiz bullying şəxsin bilavasitə özünün təcavüzü nəzərdə tutulur. Vasitəli bullyingdə isə üçüncü şəxsin köməyi ilə edilən bullying nəzərdə tutulur. Kiber isə sosial media üzərindən baş tutur. Bəs yaxşı, bullyingi necə müəyyən edə bilərik? Bullyingin necə qarşısını ala bilərik? Bullyingin müəyyən edilməsi yolları məktəbdə şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühit yaradılması. Bir sözlə, hətta bax belə deyim də sizə,
Bəzən elə olur ki, bəlkə sizin də başınıza gəlib. Məktəb vaxtı, məndə məsələn elə idi, demirəm amma bullyingə məruz qalmışam, amma belə bir vəziyyət var idi. Məsələn, məktəbdə kimsə xətrimə dəysin, kimsə mənə haqsızlıq eləsin, mən gəl bunu evdə deyim. Haqsız olan tərəf həmişə mən oluram. Nə tərsə, heç vaxt mən haqlı çıxmırdım. Ona görə 3 dəfə, 5 dəfə, ondan sonra da gəlib demirdim. Deyirdim, olsa desəm də yenə haqsız. Mən artıq cavabı bilirəm. Ona görə niyə deyirəm ki, demirdim. Artıq bu zaman olsa özünə qapalı olursan, heç kimlə paylaşmırsan. Bax, bu uşaqlar da belə olur. Əgər məktəbdə bu yaxınlarda hansısa hadisə oldu, deyəsən şeydə oldu. Bu spirt doldurub gətirmişdi su qabına, uşağı yandırdı. Hətta məncə bu hadisədə idi də deyildi ki, xəbərdarlıq olmuşdu əslində müəlliməmi, məktəb rəhbərliyinəmi, deyəsən dəfələrlə deyir xəbərdarlıq edilmişdi, amma onlar uşağı ciddiyə almamışdı. Bax, belə məsələlər var. Ciddiyə almırsan, axırda belə bitir. Ona görə elə bir mühit yaratmaq lazımdır. Elə bir rahat, dəstəkləyici mühit. Uşaq gəlib bizə nəyisə deməkdən qorxmasın. Fikrini ifadə etsin, görsün ki, mən onu anlayıram, empatiya göstərməliyəm. Anlıyorsun, sən yalan deyirsən, sən şişirdirsən, belə deyəndə sən deyirsən ki, boşdur da, yəni mən bu nəyə deyirəm ki? Onsuz da mənə inanmayacaq. Ona görə deyir ki, elə bir mühit yarat ki, birinci uşaq gəlib özü desin. Çünki çox zaman bullying elə bir hadisədir ki, bullyingə məruz qalan şəxs şantaj da oluna bilər. Bəlkə şantaj olunur ki, demə. Ona görə o gəlib deməkdən çəkinir. Gəlib demir. Amma bəzən bəlkə bizə etimadı, inamı o qədər yüksək olar ki, gəlib bizlə paylaşa bilər. Sonra bütün məktəb heyətinin bir-biri ilə əməkdaşlığı mütləq olmalıdır. Şagirdlərin şəxsi portfolioların yaradılması. Bunu qiymətləndirmədə də keçmişdik. Portfolio, yəni şagirdin şəxsi papkası. Hətta demişdik ki, fənnin sayı qədər fayl qoyuruq. Bir dənə də artıq fayl qoyuruq ki, şagirdlərin şəxsi məlumatları. Çünki o şəxsi məlumatların içində, məsələn, mən bullying hadisəsinə şübhələnirəm. Mənim ilk baxacağım yer portfoliodur. Niyə? Çünki bullyinqə kim edə bilər? Problemi olan uşaqlar, risk qrupuna daxil olan uşaqlar. Birinci şübhələnəcəyim uşaqlar onlardır. Kimdir risk qrupuna daxil olan? Valideynlərindən birini və ya ikisini itirmiş uşaqlar, ailələri boşanmış uşaqlar, nə bilim, ailələrindən, valideynlərdən biri və yaxud da uşağın özünün pis vərdişləri olan uşaqlar. Yəni, bu kimi uşaqlar risk qrupuna daxildir. Birinci, yəni ora baxıram. Təbii ki, əl bəbək, gül bəbək böyüyən uşaqlar niyə bulli olsun ki, sevgi içində böyüyən uşaqlar? Belə deyim də, əslində bulli var, yəni bullyinqi edən şəxs. Əslində onun özünün də keçmişinə baxsaq, onun travması var. O boşuna gəlib belə olmayıb. Ya özü də əvvəl bullyinqə məruz qalıb, şiddətə məruz qalıb. Yəni bu səbəblərdən o bulli olur. Durduq yerə sevgidən, xoşbəxtlikdən gəlib bulli olmur. Kiməsə əzab verməkdən zövq almır. Belə. Sonra valideynlərlə əməkdaşlıq mütləqdir. Valideynlərlə əməkdaşlıq həm müəyyən edilməsində var, həm də qarşısının alınmasında. Esse yazmaq. Güya ki, indi uşaqlarla esse yazırıq bu mövzu haqqında, amma bildirmirik də, mən bullyingdən şübhələnirəm. Deyirəm, uşaqlar, bəs belə-belə hallar olsa, nə bilim, nəsə də belə bir mövzu atıram ki, yazsınlar. Bəlkə kim sonra düzünü yazacaq, amma yenə də bu mənə dəqiq cavab verməyəcək də ki, mən tam əmin olum ki, kimdir bulli və yaxud da ki, kimdir bullyingə məruz qalan. Çünki ola bilər ki, bulli şübhələnər, ora yalandan nəsə uydurada bilər, yalandan yazar. Anonim sorğu keçirə bilərəm. Anonim sorğu keçirdiyim sorğuda ən çox istifadə edəcəyim sözlər güc, məqsəd, yəni bu kimi sözlər olmalıdır da və yaxud da davamlı, mütəmadi, bax bu kimi sözlər. Yəni ki, davamlı edirmi, güc tətbiq edirmi, bundan tuta biləcəm də söhbəti ki, bullyingdir yoxsa yox. Bəs yaxşı, bullyingi necə qarşısını ala bilərəm? Mənəvi dəyərlərin aşılanması, yəni bu barədə söhbətlər aparmaq, emosional intellektin formalaşması, bu nəzəriyyələrdə keçmişik. Buzqıran strategiyaları bayaq dedim ki, əgər müəllim tədrisin əvvəlində buzqıran eləsəydi, bax qarşısının alınma yollarıdır da. Buzqıran eləsəydi, mən yoldaşımın xarakterini tanıyardım, ona o cür zarafat eləməzdim. Valideynlərlə əməkdaşlıq, valideynlərin maarifləndirilməsi, valideynlər məsələn məlumat verməliyik, maarifləndirməliyik. Bəlkə cahil valideyndir, bəlkə heç bullying desəm bilmir nədir bullying. Məsələn, valideyn var ki, uşağı elə başlı-başına buraxır. Məsələn, valideyn var ki, deyir ki, məsələn, mən övladımı, atadır, deyir ki, mən övladımı özüm çimizdirirəm, baxıram, tutalım da oğlan uşağına, ibtidai sinif təbii ki.
Deyir, baxıram, güya çimizdirəm də, yəni, amma mən onu yoxluyuram o hiss etmədən. Bəlkə bədənin hansı yerinə göy var, döyülü və s. və axırda, yəni, valideyn çox diqqətli olmalıdır da. Ola bilər uşaq gəl bizə demir, bəlkə şantaj olunur, bəlkə qorxur, bəlkə deyirlər ki, desən sən Anuvatovu öldürəcəm. Yəni, hər şey ola bilər də. Ona görə valideynləri də bu barədə söhbətlər aparmaq, maarifləndirmək lazımdır. Məktəb psixoloqu ilə əməkdaşlıq. Bax, məktəb psixoloqu və valideyn həm müəyyən edilməsində var, həm də qarşısının alınmasında var. Şagirdlərin maarifləndirilməsi, bəli, şagirdlərlə də bu barədə söhbət aparmaq lazımdır ki, bilsinlər ki, gəlib bizə deməlidirlər. Müəllimlərin rol model nümunə olması. Bu nə deməkdir? Mən deyirəm ki, uşaqlara tutalım da bullying belə, fiziki zorakı falan, amma özüm uşağı döyürəm. Amma özüm uşağı təhqir edirəm. Hə, onda əlbəttə ki, onlar da mənə baxıb onu edəcəklər. Çünki müəllim şəxsi nümunədir. Belə, bu da bullying. Sualınız varmı? Yoxdur. Tamam. Baxın, burada bu var, bullyingin müəyyən edilməsi ilə qarşısının alınması. Bunları hətta deyərdim əzbərləyin. Niyə? Çünki suallar elə düşür ki, məsələn, baxırsınız, tutalım da, mənəvi dəyərlərin aşılanmasını gətirir, bura yazır. Müəyyən edilməsi yollarına. Amma uca yanlışdır da, ona görə onları bilsəz yaxşı olar. Belə, evdə deməli hər iki mövzunun testini işləyəcəksiniz. Sonra Edudan növbəti, MHM-dən növbəti. Yaxşı? Oldu müəllimə. Oldu mənə. Oldu. Sağ olun. Sağ Oldu. Sağ olun. olun. Sağ olun. Sizin də sağ olun. Sağ olun sizin də.